Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Amma ba'd. Qısa olaraq qardaşlarıma bir nəsihət eləmək istəyirəm. Nəsihətimin mövzusu sosial şəbəkələrdə çıxan xəbərlərə müsəlman reaksiyası necə olmalıdır bu barədə olacaqdır. Baxın əziz qardaşlarım, sosial şəbəkələrdə hər hansı da məsələlərlə bağlı xəbər çıxdığı zaman, məsəl üçün Instagramda bir post paylaşıblar, TikTokda video çıxır, Facebookda və ya başqa sosial şəbəkələrdə, YouTube'da bir video, bir şəkil çıxması, bu o deməkdir ki, müsəlmanlar dərhal buna reaksiya göstərməlidir. Baxın əziz qardaşlarım, xüsusən də xəbər saytlarından çıxan, gələn məlumatların bir çoxu yalan məlumatlar olur. Bir çoxu sadəcə insanların reaksiyalarını ölçmək və ya gündəmdə olan hər hansısa məsələdən insanların fikrini başqa yerə yayındırmaq və ya sadəcə müsəlmanların, dindarların reaksiyalarının necə ola biləcəyini ölçmək üçün paylaşılan xəbərlərdir. Məsəl üçün, son zamanlarda çıxan hicabla bağlı xəbərlər ki, bunlar da bilirsiniz yalanlandı. Əslində belə xəbərlər, yəni müvafiq qurumlar tərəfindən verilmiş bir qərar deyildi. Bu sadəcə internetdə, sosial şəbəkələrdə şuurlu bir şəkildə bilərəkdən paylaşılmış və dindarların nəbzini ölçmək üçün yoxlanılan xəbərlər idi. Və indi bu xəbərlər dediyimiz kimi kimlər tərəfindən necə servis edildi, necə yayıldı, bunu Allah Azza və Cəllə bilir, Rəbbimiz bilir. Amma müsəlmanların əsas burada reaksiyası necə olmalı idi? Sakit və araşdıran. Necə Allah Azza və Cəllə buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu, incəəkum fəsikum binəbəin fətəbəyyənu. Ey iman gətirənlər, fasik sizə bir xəbər gətirdiyi zaman onu araşdırın. Bu sosial şəbəkələrdə gələn xəbərlərin bir çoxu, hətta deyərdim ki, bütünü fasiqin xəbəridir. Yəni, mənbəsi bilinməyən xəbərlərdir və ya sözünə etibar edilməyən insanların xəbərlərdir, sözünə etibar edilməyən cəmiyyətlərin xəbərləridir. Belə xəbərlər gələndə müsəlmanlar öz sakitliklərini qorumalıdırlar və həmin xəbərləri araşdırmalıdırlar. Yoxsa birbaşa reaksiya vermək, həmin xəbərləri paylaşmaq, ona postlar yazmaq, elə bu özü əslində həmin xəbərlərin bilmədən reklam edilməsidir. Necə müsbət olan paylaşımlar bir reklamdırsa, mənfi paylaşımlar da reklamdır. Nəticədə biz onlara post paylaşdıqca, onun əleyhinə yazdıqca, bilmədən, özümüz istəmədən də əslində o xəbərləri də reklam edib daha çox gündəmə gətirmiş oluruq. Ona görə belə hallarda reaksiyasız qalmaq və araşdırmaq daha önəmlidir. Çünki insan həmasi duyğuları ilə məsələyə qarışdığı zaman biraz gözü kör olur. Və nə edir? Araşdırma hissəsini qoyur kənara, ayətdə Allah Azza və Cəllənin bizə əmr etdiyi o məsələ qalır kənara və nə edirik? Biz başlayırıq birbaşa həmin xəbər sanki sadiq bir kəsdən gəlmiş kimi həmin xəbərin üzərində reaksiya qurmağa, həmin xəbərin üzərində bir hal bildirməyə. Halbuki araşdırdığın zaman görürsən, sakit başla oturub araşdırdığın zaman görürsən ki, xəbər yalan xəbərdir. Yəni ona görə hicabla bağlı, məscidlə bağlı, cümə ilə bağlı, hər hansı dini bir şüarla bağlı gələn xəbərləri gördüyünüz zaman dərhal ona sərt bir reaksiya verməyin. Baxın, araşdırın, görün həqiqətən də yayılan xəbərlər doğrudur yoxsa yox. Sonra baxın bilən insanların, elm əhlinin rəftarına baxın, baxın onlar necə reaksiya verirlər bu məsələlərə. Bəzən elə məsələlər ola bilər ki, araşdırdığımız zaman görə bilər ki, bəli, həqiqətən bu məsələ var. Amma o məsələyə susqunluqla, sakitliklə, səbirlə reaksiya vermək o məsələnin özünün həllidir. Yəni elə düşünməyin ki, hər məsələyə səs çıxartmaq, danışmaq, hər məsələni gündəm eləmək o məsələnin həllidir. Ona görə yenə baxın böyüklərə, elm əhlinə, bu işin bilənlərinə baxın, görün onlar necə reaksiya verirlər. Əgər onlar bir məsələdə reaksiyasız qalırlarsa, deməli bu məsələlərdə susmaq sizin üçün daha xeyirlidir. Yox, görsəniz ki, onlar bəli paylaşırlar, reaksiya verirlər, məsləhət bu yöndədir və siz onlara dəstək verin, artığını eləməyin. Çünki bəzən müsəlmanlar dini şüarları qorumaq adına ədəb çərçivələrindən də çıxa bilirlər. Bu da doğru deyil. Bu da bizim dəvətimizə, bizim kimliyimizə, bizim nümunəliyimizə bir zərər verir ki, o zaman sən məsəl üçün qoruyursan burada hicab şüarını, amma dində qadağan olunan kəlmələri istifadə edərək, dində qadağan olan əməlləri edərək, o zaman sən dinin bir şüarını qoruduğun halda
əməllərinlə, sözlərinlə dinin digər şüarını da aşağı eləmiş olursan. Dinin o digər şüarını heçə saymış olursan. Ona görə bu məsələlərdə qardaşlar biraz diqqətli olmaq lazımdır. Birincisi dediyim kimi sosial şəbəkələrdən gələn xəbərlər araşdırılmalıdır. İkincisi araşdırıldıqdan sonra həqiqət olduğu üzə çıxsa belə yenə də baxın bilən insanlar bu məsələlərlə necə reaksiya göstərir, o çərçivədə reaksiya göstərilməlidir. Çünki Allah həmd olsun dinimizdə hər şey var. Hər məsələyə necə hal, reaksiya göstərilməlidir. Hamısı dinimizdə qeyd olunub. Necə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sizə gecəsi gündüz qədər apaçıq bir din buraxdım. Yəni bu dinimizdə Allah həmd olsun hər şey var. Hər şeyin ən mükəmməli var. Allah Resulü sallallahu aleyhi və səlləm ən mükəmməl, ən gözəl, ən uca əxlaqa sahibidir. Ona görə o necə məsələlərə reaksiya veribsə, bizə də düşən Allah Resulü sallallahu aleyhi və səlləmə tabi olaraq o şəkildə məsələlərə reaksiya verməyimizdir. Allah azə və cəllə bizə işdə faydalanan qullarına etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.